Bugün 1 iyun 2026-cı ildir. Mən Laçın rayonu Mirişəndən hər kəs salamlarım, hər vaxtınız xeyir olsun deyirəm. Bugün mən biraz videolarımdan fərqli olaraq bizim öz ziyarətgahımız, qəbristanlığımızdan sizə bir çəkiş eləmək istəyirəm. Bizim cəmaatımız şükür bu günə ilk növbədə deyim, Allah şəhidlərimizə rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin ki, biz bu gün gəlib azad və belə öz doğma torpağımızı ziyarət edirik. Mənim bugün çəkilişimdə istəyirəm ki, öz məzarlığımızdan, öz qəbristanlığımızdan qismən də olsa bir video çəkiliş edeyim və sizə buradan az da olsa məlumat verim. Qəbristanlığımızı öz cəmaatımız tərəfindən bax belə setkaya almışıq. Buradan bizim onu da deyim ki, qəbristanlığımız setka yerindən deyil. Bax mənim durduğum bax bu məkandan indi addımlayacağım. Neçə addım buradan traktorla çürünüb, yəni məhv olunubdur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 metr traktordan çürünüb. Bunu ermənilər tərəfdən yox, bizim bu öz hərbiçilərimiz deyim, bilmirəm. Kimlər tərəfindən dəqiq deyə bilmərəm. Yəni ki, öz cəmaatımızdan bura gələn işğaldan ki azad oldu. Buradan yol genişləndirmək niyyəti ilə qəbristanlığımızı çürüyüb, bax buradan bu cür məhv ediblər. Sonra baxdıq ki, qəbristanlığı çürümək yol verilməzdi. Bu biz elə özü də cinayətdir. Bu setka işi cəmaat arasında yığıldıq. Bax bu setka vuruldu ki, qəbristanlığı bir daha çürüməsinə dağıtmazlar. İndi bizim məzarlığımızı kənd cəmaatımızdan ki, bura gələn, kəndəki gələn olur. İstər təsərrüfat olan, istər təsərrüfat olmayan gəlib kəndimizi ki ziyarət edirik. Bu müqəddəs məzarlığımızı ki ziyarət edirik. Bu da bizim ən vacib olan məsələlərdən biridir ki, bunu yaddan çıxartmayaq, unutmayaq. Çünki bizim bu qəbristanlıqda tək dəfn olanlar, atamızın, babamızın məzarları deyil, 18-ci ildən, 5-ci ildən bizim şəhidlərimiz də burada uyuyur. Ancaq biz o dərəcədə o məzarlığı, o qəbirləri biz tapa bilmirik. Yəni bizim burada şəhidlərimiz də var. Şəhidlərimizin məzarlığın, qəbristanlığımızı belə ziyarət eləmək bizim hər birimizin boynuna düşür. Hal-hazırda burada bizim anasının məzarını ziyarət edən Əziz Həsənov gəlib bu məzarlıqdadır indi. Mən qalxıram onların yanına, bir də bir fatihə verilsin, az da olsa buradan sizə məlumat çatdırım. Əziz, Allah rəhmət eləsin, qəbrin ola dolsun. Bizim hal-hazırda bura gəlib bu məzarlığı ziyarət eləmək hər birimizin boynuna düşür. Cəmi Allah ölənlərimizə, kənd sakinlərimizə, keçmiş dünyasını dəyişənlərə Allah rəhmət eləsin. O cümlədən sizin də atanıza, ananıza Allah rəhmət eləsin. Elə əziz, bir ümumi bir dənə fatihə verərdin. Qəbristanlıq əhlinə, cəmi burada yatanlara, ruhuna bir fatihə verək. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Maliki yevmeddin. İyyâke nebudu, iyyâke nestaîn. İhdinas sıratal müstakim. Sıratal lezîne en'amte aleyhim. Gâyrû bil mağzûbil aleyhim velezzâlim. Bismillahirrahmanirrahim. Kul Allahu ehad, Allahu semed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ehad. Allahümme salli ala Muhammedin ve al Muhammed. Allah cəmi ölenlere rəhmət eləsin. Allah sizin de bizim de ölenlerimize rəhmət eləsin. Benim elə arzum olur ki, cemaat, yerimiz, obamız
hamı qayda gələ burada yaşayan. Biz de bu torpaqda dəfn olaq. Bizim de axırımız bu torpaqda dəfn olmaq. Benim arzum budur. Ben yeri, başka yerleri hamısını yad bilmişəm bu günətən yad bilmişəm. Yenə Allah özü kömək olsun cəmaatımıza. Qaydaq gələk yerimizə, yurdumuza, vətənimizə. Burada yaşayaq, burada da ölək, burada da dəfn olaq. Amin. Allah ölənlərimizə rəhmət etsin. Allah rəhmət eləsin əziz. Mən indi əlavə olaraq sizə bir neçə qəbri buradan göstərmək istəyirəm. Yəni burada bizim torpaq işğalda olan vaxtı bu erməni quldur dəstəsi bizim qəbristanlığa da ziyan vurublar. Mən elə bax burada bir də sizə qəbri göstərdim. Qəbirdən az da olsa siz baxın ki, ermənilər burada nə iş törədiblər. Bax qəbrin daşın üstündə baxırsan ki, bax güllə izi var. Gülləliyiblər. Bütün qəbir daşlarını uçurublar. Bir neçə dənə daş burada qəbir daşları salamat qalıbdır. Əsas aşağı tərəfdən olan qəbirlərin çoxunu dağıdıblar. Bax bu da oradan bir dənə, iki dənə güllə yarası bu qəbirdədir. Mən də çox qəbri mən çəkə bilmirəm. Bir neçəsini çəkmək istəyirəm. Əziz, burada elə bilirəm ki, qəbirlərin çoxunu dağıdıblar. Dağıdıblar ha. Hə, qalan qəbirlərdən bir neçəsi salamat qalıbdır. Hə, ancaq indi bizim cəmaatımız buna görə ki, uzaq olsa da, uzaq məsafədən olsa da, yəni bu məzarları tezə yeniləyirlər, bərpa edirlər, düzəldirlər. Elə yeri gəlmişdən sizin də bu qəbri düzəltməyiniz, yəni bu ilə aiddir. Qardaşım düzəldi var ki. Hə, Allah onlara da can sağlam, Allah köməklər olsun. O qonşu qəbri kimindir bilmirsiniz? Ona da bir baxaq. Hə, bax bu qəbirdə burada təmir ediblər, düzəldiblər. Amma bu birisi buradan elə əvvəlcə olduğu kimidir, dağıdılıbdır. Sonra buradan yenə də bu qəbirdə çəkək. Bundan da qutaraq. Hə, bu qəbirdə də yenə güllə izi görüşlür. Dağıdıblar. Ha, yəqin ki bu da rəhmətli Bəyoğlu müəllimin qəbridir. Ha, bunun başdaşını sındırıblar, götürürlər. Ancaq İlyasov Fətullah İbrahimoğlu 1916-1981 övladlarından yadigar. Ha, bu biraz salamat. Hə, bizim bu məzarlıqdan da bu qədər. İnşallah xəttə qalın. Videonun davamı gələcək. Sağ olun.